Yaxşı, deməli, hidrogen, oksigen sudan ətraflı suallara baxın. Birinci sual. 42 litr oksigen. Ozona çevrilməsi zamanı ümumi həcm 30 litr olmuşdur. Ümumi həcm. Qırx ikidən 30-a gəlibdir. Yəni neçə litr azalıbdır? 12 litr azalıbdır. Oksigenin ozona çevrilməsinə yazırıq. Deməli, buradan 3 həcm, 2 həcm deyirik. 3 həcm, 2 həcm. A azalır, nədir? 1 həcm. Deyir ki, 12 litr azalırsa, onda ozon nə qədər alınmışdır? 24 litr. Alınan qaz qarşısında oksigenin həcmini. Ya buradan da tapa bilərik. Mesela oksigen nə qədər reaksiya daxil olmuşdur? 36 litr. 36 litr reaksiya daxil olmuşdur. Alınan qaz qarşısında oksigenin həcmini. Məsələn, nə qədər oksigen artıq qalmışdır? 42 litrdən deyək ki, 36-sı sərf olunubdur, 6-sı artıq qalmış. Aha. Və ozonun həcm payını. Ozon burada 24 litrdir. Hə? 30 litrdə 24 litrdir. Yaxşı, onda ozonun həcm payı nə qədər olar? 24 bölünsün 30 vurulsun 100. Bu 80%. Yəni belə. Deməli, bərk qalıq. İkinci sual. 101 qramdır, 93 qrama qədər azalır. Neçə qram azalır? 8 qram azalır. Bərk qalıq 8 qram azalır. Ümumi bərk qalıqdan daha. İndi kalium nitratının parçalanması. Bunun parçalanmasından alınır nə? Kalium nitrit, oksigen. Bu da 0,5 deyək. Bu 8 qram azalır deyilsə, nəyin kütləsidir yəni? Oksigenin kütləsidir. 8 qram oksigen azalır, yəni oksigen qazlı şəkildə çıxır. Oksigenin molyar kütləsi 32-dir. Məsələn, deyirik ki, 101 qrama burada nəyə soruşur? Bərk qalığın kütləsi zamandan asqıraq vermiş ki, T1 anı üçün parçalanan duzun kütləsini, neçə qram duz parçalanıb, bir onu baxırıq və o ayrılan oksigen qazının həcmini istəyir. 101 qram duz parçalanıqda, demək, 16 qram oksigen qazı alınır. Lakin görürük ki, burada 8 qram azalır deyirsə, 8 qram oksigen qazı ayrılır. Demək, nə qədər parçalanıbdır? Neçə qram duz parçalanıbdır burada? Parçalanıb kalium nitrat 50 tam neçə? 10,5 qram parçalanıb. 8 qram oksigen qazı neçə litrdir? 32 qram oksigen 22,4 litrdirsə,
8 qram oksijenden neçə litr deməkdir? Bəli. 5,6 litr. Güc. Cədvəldə məsələn, hidrogenin nisbi atom kütləsi 32-dir. Bromun da molyar kütləsi 160-dır. Bunların hər ikisinin kütləsi eynidir. M qram kükürt, M qram brom. Məsələn, deyək ki, ortaq nə götürərik ki, məsələn, 160-ın özü. Deməli, M-i 160 götürsə, deyək ki, hansı nisbətdə olacaqdır? 5, 1 mol. Yəni, 5, 2 mol, 1, 2 mol. 5 mol, 1 mol deyək də. 5 mol, 1 mol nisbətində deyərək. Sərf olunan hidrogenin miqdarı, reaksiya məhsulunun miqdarı. Birinci. Burada ikisinin qırqa olan nisbəti. Deyək ki, hidrogen istəyəcək kükürt. H2. 1 mola 1 mol deyirik. Deməli, 5 mola, bu da 2 istəyək, 5 mol. Reaksiya məhsulunun miqdarı. Məhsul da ki, elə ada, burada da bu da 1 mol, elə ada neçə olacaqdır? A mol deyir də məhsul. Bu məhsuldur. 5 mol. Yəni H2-də 5 mol. Sonra məsələn, hidrogen istəyəcək brom. 2H brom. 1, burada brom 1 mol demişdik də, 1 mol, 1 mol, neçə mol alınmışdır? 2 mol. Onda Y neçə oldu? Y hidrogen də, daha doğrusu, 1 mol, bu da deməli B-dir. B-də neçədir? 2 mol. Birinci, ikisinin Y olan nisbəti. Yəni 5-in nədir? 1-ə. 5 edir. İkinci, A-nın B-yə olan nisbəti. A-nın B-yə olan nisbəti 5-i bölü 2-yə, bu da 2/5. Ətraflı 6. Barium peroksid istəyəcək qatı sulfat turşusu. Nə alır burada? Barium sulfat, su, bir də nədir? Ozon. İkiz ozon qazı. Hidrogen peroksid, manqan 4 oksid iştirakı ilə parçalanması. Su və nə alınır? Oksigen. Y oksigendir. Birinci, X və Y-in adlarını. X ozon, Y oksigen qazı. İkinci, kalium yodid istəyəcək su, istəyəcək X, yəni ozon. Nə alır?
Kalium hidroksid, oksigen, bir de yod. Məhsullarını yazın. Ətraflı 9. 0,2 mol ozon verib 200 ml 2 molyar kalium yodid məhlulu. Kalium yodid, istərgəl, ozon, bir də su. Kalium hidroksid, oksigen, bir də yod. Əmsallaşdıraq. Burada məsələn hansı elementin oksidaşma dərəcəsi deyək? Yod -1-dən 0-a gəlir. Bir də ozonda 0-dan, yox, deməli, -2-yə gəlir. Hamısı dəyişməkdə ozon. İndi burada necə olacaqdır? Bəli. Oksigen, ozon hamısı dəyişmir. Burada da 0 var, düzdürmü? Biri dəyişir də. Elə deyil, biri dəyişir. Buraya 2 yazaq. Kalium hidroksidə 2 yazsa uyğun gələcək. Oldu. Yes, bunu əmsallaşdırdıq dedik. 2 mola 1 mol ozondur. Və burada 0,2 mol böyükdür. 0,2 mol ozona, bu da neçə mol deməkdir? 0,4. Kalium yodid deməli 0,4 moldur. Yaxşı. Məhlul da 200 ml-dir. Yəni 0,2 litr. Deyək ki, yazın tənliyi əmsallaşdırır. Birinci tənlik budur. Yazdıq, əmsallaşdırır. Reaksiya daxil olan maddə tamamilə sərf olunursa, ikisi tapır. İndi kalium yodidin qatlığını tapır. 0,4 mol bölünsün 0,2 litr. Bu da neçə eləyəcəkdir? 2 molyar. Bu da ikinci. Qatlığı bəli. Ətraflı 11. Mis 2 oksid və mis. Cəmi 25 qramdır. Artıq miqdarda hidrogen ilə reaksiyasının alınan suyun kütləsi. 4,5 qram nədir? Su alınıb deməli. Burada deyək ki, qarşının tərkibində mis 2 oksidin kütlə payını faizlə hesablayın. Əvvəlcə hidrogen mis 2 oksidə daxil olur. Yazırıq. Mis 2 oksid istərgəl hidrogen. Mis və su. Mis 2 oksidin molyar kütləsi 80 qrama, deyək ki, 1 mol daxil olur. 64 qram alınır, 18 qram da budur. Hamısını yazaq. 4,5 qram əgər su alınırsa, məsələn, nə qədər mis reaksiya daxil olur? Alınıbdır, 16 qram. Nə qədər? 0, neçə? 25 mol. Bəs nə qədər deyək ki? 20 qram. Qarşıqın tərkibində mis 2 oksidin kütlə payını hesablayın. İndi mis 2 oksid 20 qramdır. Ümumi kütlədə neçədir? 25 qramdır. İndi mis 2 oksidin kütlə payı nəyə bərabərdir? 20 bölünsün 25, vurulsun 100%. Bu da neçə eləyər? 80%. Reaksiyadan sonra bərk qalığın kütləsi. Reaksiyadan sonra bərk qalığın kütləsi nə qədər olar? Məsələn,
Belə deyə bilərik də, 20 qramdan neçə qrama qədər azaldı? Məsələn, neçə qram azaldı burada daş qalıq? 4 qram azaldı. Yox, məsələn, 20 qram elə bir x girdi, 16 qram alındı. Daş qalıq nə qədər azalır burada? 4 qram. Bərk azalır. 4 qram. 4 qram azalır deyirik, düzdür? 4 qram azalır deyiriksə, onda deməli 25-dən 4-ü çıxarıq da, belə çıxır. Hə? Elə olmur. Hə. 25-dən neçəni çıxarıq? 4-ü çıxarıq. Onda bəs qalıq nə qədər olacaq? 2 dəfə. 25-dən 4-ü çıxarıq, 21 qram bəs qalıq qalar. Aydındır? On iki. Ətraflı 12. Azot və hidrogen. Cəmi 21 moldur əvvəldə. Reaksiyadan sonra neçə mol olmuşdur? 15 mol olmuşdur. Yəni nə qədər azalıb burada? 6 mol azalıb. Azot tam reaksiya daxil olur. Burada azot tam sərf olursa, hidrogen neçə faiz reaksiya daxil olduğunu. İndi birinci onu tapaq. Təni yazırıq. Bir mola 3 mol, alınır 2 mol. Və buradan da azalır 2 mol. Əgər 6 mol azalıb deyilsə, azot tam sərf olur. Bir də nəyə soruşur? Reaktor qaz qarşısında amonyakın neçə həcm payı? Amonyakı da tapmalıyıq. Nə qədər amonyak oldu? 6 mol. Nə qədər azot reaksiya daxil oldu? 3. Nə qədər hidrogen reaksiya daxil oldu? 9. Yaxşı. İndi azot tam reaksiya daxil olubsa, azot 3 moldur. Hidrogen də nə qədər dedik reaksiya daxil olubdur? 9 mol. İndi hidrogen 21 moldan 3 mol azotdursa, qalanı da hidrogendir. Nə qədər hidrogen olar? Bəli. Deməli, 18 mol hidrogendən 9 mol reaksiya daxil olubdur. Hidrogen neçə faizi daxil olubdur? 9 bölünsün 18 vurulsun 100. 50% hidrogen reaksiya daxil olub. Bu birinci. Reaksiyadan sonra qaz qarşısında amonyakın həcm payı. Amonyak deməli nə qədərdir burada? 6 mol. Ümumi də 15 moldur. Amonyak deməli neçə faiz oldu? 6 bölünsün 15 vurulsun 100. 40%.
13-cü sual. Hidrogen və oksigen. Əvvəlcə 64 qramdır. Yeddi mol oksigen əlavə olandan sonra gülüldayıcı qaz olur. Yəni 7 mol oksigen qazı deyəndə neçə qram deməkdir? Oksigenin molyar kütləsi 32-dir. 7 bıraq 32. 224 qram. 224 üstünə də 64 gəlsək neçə eləyəcək? 288 qram gülüldayıcı. Gülüldayıcı qaz deyəndə 2 hidrogen, 1 oksigen qaz qarşıdır. Yəni 2 mol hidrogen, 2 mol nədir? Oksigen qaz qarşılığına deyirik. Gülüldayıcı qaz. Burada nəyə taparıq? X-i taparıq. Hidrogenin kütləsi 2 vurulsun 2. 4x qram. Oksigenin kütləsi isə 2-dir, 32 qram. Yəni, bunun da cəmi 4x üstəgəl 32 bərabər 288. X də deməli 8. X-i tapdı. 2 qarşıda neçə qram oksigen olduğunu. Demək ki, 8. Məsələ buradadır ki, burada 2 mol hidrogen var. 2 mol hidrogen neçə mol deməkdir? 16 moldur. Yəni neçə qram deməkdir? 16 mol hidrogendir, yəni 32 qram hidrogen var. Qalan da nədir? Oksigendir. Oksijende neçə qram oldu? 32 qram. 32 qram oksigen. Birinci sualın cavabı 32 qram oksigen var. Alınan qaz qarşısında qazların ümumi miqdarı. İkinci dedi ki, 2 8-dirsə 16 mol hidrogen, 8 mol da nədir? Oksigendir. Cəmi neçə mol elədi? 24 mol. Natrium hidridin emeri 24. Kalsiyum nisbi atom kütləsi 40. Bunların kütlələri eynidir. Yəni m qram natrium hidrid və m qram kalsiyum. Məsələn, burada hansı mol nisbətində götürərik, deyək ki, əvvəlcə. Birində 40, 120 götürsək, M-i 120 deyək ki, götürsək, onda neçə mol olur bu? 5x mol, Bu da neçə? 3x mol. Artıq miqdarda su reaksiyasından alınan hidrogenin molu. 1,6 mol hidrogen alır. Reaksiyanı yazaq. Natrium hidrid su ilə reaksiyası. Natrium hidroksid və hidrogen. 1-ə 1-dir də, 5x mola da 5x mol. Sonra kalsiyum.
kalsium hidroksit, bir de hidrojen. Bu cür. 1'ə 1-dirsə, 3x mola da 3x mol. O da cəm neçə elədi? 1,6. X nəyə bərabərdir? 5x budur, 3x budur. Neçə elədi? 8x. 8x, bəli, 8x bərabərdir 1,6. X bərabər 0,2. 2 0,2 isə deməli, M-i tapdı. M-i tapdı isə bunu 5 istəyirik də. 5 istəyəndə, məsələn, birinə görə tapaq. Məsələn, M-in qiyməti. Məsələn, natrium hidridin kütləsi nə qədər oldu? 5 istəyəndə neçə mol elədi? Bəli? X-in qiyməti 0,2-dir. Yəni 5 vuraq 0,2 vurulsun 24. Neçə elədi? Elə 24 qram. M-in qiyməti neçədir? 24-dür. Birinci sualın cavabı M-in qiyməti 24-dür. Əmələ gələn natrium hidroksidin kütləsini istəyir. Yəni, buradan da deyə 1'ə 1'dir, burada da 5 kiçikdir, hə? Natrium hidroksidin kütləsi nə qədər oldu? 5 vurulsun 0,2 vurulsun 40. O da elə 40 qram. On yeddi. Natrium nitratın molyar kütləsi neçədir? 85. Məsələn, natrium nitritin molyar kütləsi neçədir? 69. Oksid də 32. Deməli, 17 qram natrium nitrat götürülür əvvəlcə. Deməli, reaksiyadan sonra nə qədər bərk qalıq qalmışdır? 14,16 qram bərk qalıq qalmışdır. Deməli, belə çıxır ki, bərk qalıq nə qədər azalmışdır? Deməli, 2,4 qram azalıb. Elədir, 2,4 qram azalıb. Duzun neçə faizi parçalandığını soruşur. Deməli, natrium nitratı parçalayırıq. Nə alırıq? Natrium nitrit, bir də oksigen. Oksigen qazı. İndi bu 2,4 qram azalır deyirsə, bu nədir yəni? Oksigen. Oksigen qazı ayrılır. Deyirik ki, 85 qram parçalandıqda, məsələn, 69 qram alınır. Və 16 qram oksigen qazı çıxır. 2,4 qram oksigen qazı ayrılırsa, bunun nə qədər parçalandığını tapacaq. Neçə qram parçalanıbdır? Bəli. Neçə olacaq? Necə?
Bu deyək ki, 8-ə getsə, burada 2 qalır, burada 0.3 qalır, düzdür? Neçə? 12 tam %75 qram, hə? Porsiyon. Yaxşı. Duzun neçə faizi porsiyonadır? Duzun neçə faizi porsiyonadır? Yəni, natr nitratın neçə faizi porsiyonadır? 12 tam %75-i bölük 17-yə vuruq 100-ə. Neçə eləyər deməli? Bəli? 75 faizi porsiyonadır, düzdür? Hə. Alınan qazın normal şəraitdə həcmi, yəni oksigen qazı 16 qram, hə? Yox, 2,4 qram. 2,4 qram oksigen qazı neçə litr deməkdir? 32 qram 22,4-dürsə, 2,4 qram neçə litr deməkdir? Bəli? Yenə 8-ə getsə, burada 0,3, burada 4 qalarsa, hə? 5,6 0,3 vursa neçə eləyir? 1 tam neçə? 68 litr. On səkkiz. Sink oksid, mis 2 oksid. Cəmi M qramımız. 0,1 mol hidrogen sərf olur. 6 tam %45 qram metal alınmışdır, metal qarışımı. Metallar. Bildin mi? Sink oksidin molekülər kütləsi neçədir? Sink oksidin molekülər kütləsi. Bəli? 81. Mis 2 oksidin də 80. İndi bir miqdar hərəsi neçə mol olduğunu. A mol sink oksid deyək. B mol mis 2 oksid deyək. Belə. Belə başlayaq. Sink oksid, bunun da cəmi M qramdır. Sink oksid hidrogenlə reaksiyası. Sink və su. Bir mola bir moldur da, yəni, belə deyək. Ya da, məsələn, A mol dedirsə, 65 A qrama, hə? Daha da 81 A qrama. 81 A qrama. A mol hidrogen daxil olur. 65 A qram nədir? Bəli. Bir də 18 A qramda su alır. Mis 2 oksid. Hidrogenlə mis və su. B qrama B mol 64 B qram 18 B qram. Deməli, burada neymiş? Toplayırıq. A + B bərabərdir 0,1.
Bir də metallar. Metala 65 A dərəcəl 64 B bərabərdir 6 tap %45. İndi burada A ilə B-ni tapırıq. Tapın. Həll edin. A neçələrdir? Sıfırdan. Hər biri sıfırdan %5 oldu. B də sıfırdan %5, hə? İşte 100 top. Hə. Deməli, M istəyir. Onda çink oksigen kütləsi nə qədərdir? Topluruq da. Yəni 0,5 vurulsun 81. Bu elədir neçə? 4,5 qram. Mis oksit 0,5 vurulsun 80. Bu da neçələrdir? 4. Onda M neçə oldu? 8,5 qram. Yaxşı. Bir də suyun kütləsini istəyir. Elə A ilə B-nin cəmi neçə elədir? 0,1 də. Elə 0,1 mol su almaz. Deməli, bu da birinci, bu da ikinci. İkinci sualar. Bəli, 0,1 mol vurulsun 18. 1,8 qram. İkinci də 1,8. 19. Burada görünür ki 40 mol oksigen daxil olur, 30 mol oksigen və ozon qarışıq alınır. Deməli, nə qədər azalıb burada? 10 mol azalıb, hə? Bəli, 10 mol azalıb. İndi oksigenin ozona çevrilməsi. 3-ə 2-dirsə, burada A azalır. Neçə? 1 mol. 10 mol azalır deyirsə, ozon neçə mol alınır? 20 mol. Bu da nə qədər reaksiya daxil olubdur? 30 mol. Belədir. Hə. Oksigenin neçə faizi ozonlaşdırılır? Yəni 40 mol oksigen veribdir. Deməli, nə qədər reaksiya daxil olubdur? 30-u bölük 40-a. Bəli. Nədir? Neçə faiz edir? 75 faiz. 75 faiz oksigen nədir? Reaksiya daxil olubdur. Ozona çevrilir. Alınan qarşın ozonun kütləsinin, oksigen kütləsinin neçə dəfə çox olduğunu. Alınan qarşıqda. Məsələn, ikincində 20 mol ozon var. Ozonun da molyar kütləsi neçədir? 48-dir. Yaxşı, 20 molda ozon varsa, ozon 20 molsa, onda ozonun kütləsi nə qədər olur? 20-ni vuruq 48-ə, hə? 960 qram. Qalan da oksigendir də, cəmi 30 moldan, hə? Reaksiyadan sonra. Elədir. Reaksiyadan sonra. Oksigen nə qədər oldu? Nə qədər oksigen? 10 mol, hə? 30-dan 10 mol vurulsun 32. Yəni 320 qram.
Ozon oksigendən neçə dəfə çoxdur? ...960'ı bölük 320. Bu da neçə eləyəcək? 3 dəfə çoxdur. Yirminci sual. 10 mol hidrogen, 10 mol oksijen verir. Bu elədi cəm neçə mol? Əvvəlcə elədi 20 mol. Oksijenin 40% reaksiya daxil olur. Yəni 10 mol oksijenin 40% reaksiya. Neçə mol daxil olur? Bəli. 10 mol oksijenin 40%. Yəni 4 molu reaksiya gedir. Təni yazaq. Yəni bu cürdür. Reaksiya nəticəsində alınan suyu. Məsələn, 2 mol hidrogen, 1 mol oksigen, deməli 36 qram su alınır. 4 mol oksigen reaksiya daxil olarsa, deməli, nə qədər 8 mol hidrogen reaksiya daxil olur, nə qədər su alınır? 144 qram. 144 qram su alınır. Reaksiya nəticəsində alınan suyun kütləsi tapdıq ki, 144. Reaksiya daxil olmayan qazların ümumi mol miqdarı. Yaxşı. İndi belə də eləmək olar ki, neçə molu? Oksigenin 4 molu daxil olur. Oksigen nə qədər reaksiya daxil olur? Məsələn, oksigenin nə qədər artıq qaldı? Bəli, ondan çıxarıq 4'ü 6 mol. Bəs hidrogenə nə qədər artıq qaldı? Deməli, ondan çıxarıq 8'i, 2 mol. Nə qədər daxil olmaqdır cəmi? 8 molu reaksiya daxil olmaq.